Azərbaycanın görkəmli sənətkarı, teatr və kino aktyoru, rejissoru Abbas Mirzə Şərifzadə kino sənəti ilə yaxından tanış olduqdan sonra belə demişdi: kino musiqidir, kino teatr, kino ədəbiyyatdır, kino aləm. 30-cu illərdə Moskvaya kinematografiya institutuna gedib təhsil almaq çox insana nəsib olmur. 30-40-cı illər kino tarixinin salnaməsinə nəzər salsa, orada təsadüfən də olsa Əbdül Həsənovun adına rast gəlmək olur. O həmin dövrdə Bakı Kino Studiyasının ən fəal rejissorlarından biri olmuşdur. O təkcə 20-dən yuxarı filmin müəllifi idi. Lakin o 40-cı illərin sonunda kinostudiyadan ayrılmış və bir daha bu sahəyə qayıtmışdır. Bu hadisədən illər keçir. Azərbaycan Kino Ensiklopediyası kitabı hazırlanarkən 30-40-cı illərdə bir vaxtlar Bakı Kino Studiyasında işləmiş, sonralar yoxa çıxmış sənətkarlar, rejissorların izinə düşülür. Onlar axtarılır.